Azərbaycanda kolbasa və sosiska çox istehlak olunan ət məhsulları siyahısında olsa da, əhalidə bu məhsulların keyfiyyəti, halallığı və təmizliyi ilə bağlı suallar, şübhələr var. Özəlliklə kolbasa istehsalında istifadə olunan ətin mənşəyi. Kolbasa və sosiskalar necə, hansı şəraitdə istehsal olunur sualı ilə Statinfo olaraq Azərbaycanda fəaliyyət göstərən SAB şirkətinə müraciət etdik. Şirkət nümayəndələri çəkilişimizə şərait yaradacaqlarını deyib, bizi növbəti gün qəbul etdilər. Bildirdilər ki, istehsal sahəsi mürəkkəb bir yer olduğundan öncədən bir sıra təhlükəsizlik qaydaları ilə bağlı hazırlıq görülür. Təyin olunan gün və saatda sabun, kolbasa və sosiskalarının istehsal olunan əraziyə daxil oluruq. İlk olaraq gigiyenik normalara əsasən xüsusi geyimlə təmin olunduq. Əllərimizi dezinfeksiya edici məhlulla təmizləyib istehsal müəssisəsini gəzməyə başlayırıq. Məni SAB şirkətinin iki bələdçisi Salih müəllim və İnci xanım müşahidə edir. Söhbətləşə hər yeri diqqətlə izləyirəm. Sərqə səhman, havalandırma, gigiyena və təhlükəsizlik qaydaları öz yerindədir. İşçilər üçün normal əmək şəraiti yaradılıb. Yəni gəzdiyimiz və müşahidə etdiyimiz yerlərin təmizliyində, məhsulların bişirildiyi nəhəng peçlərdə bir problem yox idi. Biz burada kolbasaların qablaşdırılması, bişirilməsi və hissə verilməsi prosesini müşahidə etdik. Mənim hesabımla şirkətin bu hissəsində təxminən 30-a yaxın işçi çalışırdı. Müxtəlif çeşiddə kolbasa və sosiska məhsulları hazırlanır və ambarlara vurulur, oradan isə satış nöqtələrinə paylanır. Yəqin ki, siz də sual edəcəksiniz. Bəs bu mərhələyə qədər hansı prosedurlar baş tutur? Ət hardan gətirilir? Heyvanlar harda kəsilir? Hansı ətlərdən və əlavə qatqılardan istifadə olunur? Xam malın saxlanma şəraiti necədir və gətirilən ətlərin hər partiyası üçün sertifikatlar alınırmı? İlk növbədə sertifikatları tələb etdim. Budur, həm birbaşa icazə sertifikatı, həm də gətirilən ət məhsullarının uyğunluq sertifikatı. Lazımı sənədləri təqdim edib yetərincə bilgi verdilər. Bu ISO sertifikatıdır. Zəhmət Turizm şirkətinin tabelindədir da. Yəni, bu Burada da bizim aktanın çıxarışıdır. Aktadan çıxarışdır qida məhsulları. Burada hamı yazılıbdır. Bir istehlakçı və media nümayəndəsi olaraq mənim üçün əsas maraq kəsb edən məqam istehsalda istifadə olunan ətlərin keyfiyyəti və saxlanma şəraitidir. Bunu da müşahidə etmək və çəkib sizə göstərmək imkanımız oldu. Biz əlimiz çatan qədər çəkdik, sizə olduğu kimi çatdırdıq. SAB məhsullarının adını çəkib reklam etmək istəmirik. Bütünlükdə bu brendə aid kolbasa və sosislərin hansı şəraitdə istehsal olunduğunu görmüş oldunuz. Məlumat vermək bizdən, dəyərləndirib seçib etmək də sizdən.